Beşinci gün Qəzəb günü. Maraqlı bir məqam var. Bəzən qəzəbin enerjisi arzuların həyata keçməsinə kömək edir. Əlbəttə ki, bunu həmişə istifadə etmək lazım deyil. Amma bu marafonda 27 gün ərzində biz arzunun reallaşması üçün mümkün olan maksimum sayda praktikadan istifadə edəcəyik. Mən öz təcrübəmdən deyirəm, qəzəbi istifadə etdiyim anlarda arzularım çox güclü şəkildə həyata keçir. Çünki qəzəbdə nəhəng bir enerji yükləməsi var. Bir çoxunuz bunu tanıyırsınız. Məsələn, kimsə sizə deyir, heç vaxt arıqlaya bilməyəcəksən və içəridə nə baş verir? Dersən, mən necəni bilməyəcəm, mən sənə sübut edəcəm, mən sənə göstərəcəm. İndi təsəvvür edin ki, mən sizə deyirəm, səndə heç nə olmayacaq. Arzuladığın şey cəfəngiyatdır, heç nə olmayacaq. İndi ayağa qalxın, mənə baxın və deyin, sən nə danışırsan, necə yəni alınmayacaq? Məndə alınacaq, mən sənə sübut edəcəm. Başa düşdün? Qəzəblənin, qışqırın, deyin ki, mənə yetər artıq, tutalım yoxsulluqda yaşamaqdan, tutalım bezmişəm, münasibətsiz qalmaqdan bezmişəm, qışqırın, əsəbləşin. Bunu belə, yəni ki, deyin. Axmaq bir işdə işləməkdən bezmişəm. Yetər, nə bilim, deyin, mənim üçün bəsdir, mən yeni həyat istəyirəm. Belə etməklə siz yeni həyata keçmək qərarını verirsiniz. Belə eləməklə indi qərar verirsiniz ki, yeni həyata keçmək istəyirəm. Özünüzə deyirsiniz ki, bunun nəyin bahasına olursa olsun edəcəm. Nə baş verməsindən asılı olmayaraq mən öz məqsədimə doğru gedəcəm. Kim nə deyirsə desin, qoy bütün dünya mənə qarşı olsun. Mən buna nail olacağam, çünki bu vəziyyət məni bezdirdi, bu həyat məni bezdirdi, bu vəziyyət məni bezdirdi, artıq yetər, mən belə yaşaya bilmirəm və belə yaşamayacağam. 5-ci gün qəzəb enerjisi günüdür. Qəzəb enerjisi niyyət üçün yanacaqdır. Qəzəb bu təmiz sıçrayış enerjisidir. Düzgün istifadə elədikdə o niyyəti kəskin şəkildə gücləndirir və dəyişiklikləri işə salır. Vacibdir bunu biləsiniz. Biz qəzəbdə yaşamırıq. Biz onu qısa müddətli enerji impulsu kimi istifadə edirik. Niyə bu işləyir? Çünki bir çoxunuz bunu hiss etmişsiniz, bilirsiniz ki, içəridə güclü bir daxili təzyiq qalxır və məhz bu anda enerji yaranır, qətiyyət formalaşır, hərəkət aktivləşir, maddi dünyada real dəyişikliklər baş verir. Qəzəbi nə vaxt istifadə etmək olar? Bu praktika uyğundur əgər ilişib qalmısınızsa, hardasa, yorulmusunuzsa, uzun müddət dözmüsünüzsə, sizi bezdirən bir vəziyyətdəsinizsə, daxili həddə çatdığınızı hiss edirsinizsə, bu aqressiyadır, bu bəsdir nöqtəsidir. Belə edərək qəzəb impuls kimi olur. Güc enerjisinin aktivasiyası baş verir. Bu praktikaya başlayanda özünü şuurlu şəkildə alovlandır. Bir daha təkrar edirəm. İçində əvvəl saxladığın, bastırdığın nəhəng enerji ehtiyatını tap. Bu enerji həmişə var idi, sadəcə onu susturmuşdun, boğmuşdun, udmuşdun. İndi isə onu buraxmağın vaxtıdır. Fikirlərinizi düzəldin və deyin, mən artıq əvvəlki kimi yaşamayacağam, mənə bəsdir, yetər, mən əziyyət çəkməkdən bezmişəm, yetər, kifayətdir, mən xoşbəxt olmaq istəyirəm, mən buna layiqəm. Mən istəklərimi yaşamaq istəyirəm, istəklərimi gerçəkləşdirmək istəyirəm və bunun üçün mümkün olan hər şeyi edəcəm. Yəni qəzəbi alət kimi götür və istifadə elə. Qəzəb problem deyil, zəiflik deyil. Dağıdıcı olmaq məcburiyyətində deyil. Düz istifadə olunanda qəzəb hərəkət verir, qərar yaradır, niyyəti möhkəmləndirir, bəsdir nöqtəsini aktivləşdirir. Bu qəzəb kiməsə qarşı deyil, dünyaya qarşı deyil, özünə qarşı da deyil. Qəzəb artıq köhnə həyata razı olmamaq enerjisidir. Qəzəbinizi götürün. Təsəvvür edin ki, məsələn, bir dost, qonşu, qohum və ya ana sizə deyir. Puf, səndən heç nə alınmayacaq, sən ümumiyyətlə axmaqsan. Bu kurslar nə deyir, bu baxdığın YouTube-da videolar nə deyir, sənə heç kömək olmayacaq, boş-boş şeylərlə məşğulsan, bu hamısı boş şeydir. Və siz içəridən deyirsiniz, mən hamınıza sübut edəcəm, boş-boş danışırsınız. Hələ bu arasıdır, hələ görəcəksiniz siz. Qəzəbi özünüzdən çıxarın, qərar qəbul edin. Mən qərar verirəm, elə indi. Mən qərar verdim və nöqtə. Mən bunların hamısını əldə edəcəm. Mən bunu artıq demək olar ki, etmişəm. Mən bunların artıq demək olar ki, sahibiyəm. Mən hələ hamınıza göstərəcəm. Bu daxili təzyiqlə praktikaları edin. İstəklərinizi gerçəkləşdirin. Yenə və yenə özünüzə xatırladın. Bu sizə niyə lazımdır? Yerləşdirəcəyim əlavə ədəbiyyatı oxuyacaqsınız. YouTube kanalıma yerləşdirəcəm o kitabları. 27 gün ərzində verilən praktikaları edin, özünüzün üzərində işləyin, yaxın zamanlarda hər şey alınacaq. Güc enerjisindən istifadə edin. İndi keçirik vacib məqama. Yalnız plan A prinsipi. Yalnız plan A prinsipi nədir? Əsas ideya. Əgər səndə plan B varsa, deməli plan A əslində yoxdur. Plan B budur. Daxili geri çəkilmə, şübhə, geri dönmək üçün boşluq, şuur altına verilən siqnal. Bu mütləq deyil. Niyə plan B nəticəni dağıdır? Öz-özünə deyəndə, əgər alınmasa onda, əgər plan A alınmasa onda, əgər alınmasa, bu bilirsiniz nədir? Sən əvvəlcədən
arzunun reallaşmasına razılıq vermirsən, inanmırsan, şübhə edirsən, alınlar, alınmaz. Əlbəttə ki, şüuraltı bunu belə oxuyur. Demək ki, özünü çox yormağa ehtiyac yoxdur. Bu həyatı vacib deyil. Ehtiyac çıxışı var. Şüuraltı bunu belə qəbul edir ki, demək ki, plan A-dan savayı plan B varsa, plan A önemli değil. Plan A demək ki, həyatı önəm daşımır. Kainat bunun həyata keçməsini belə yanaşır. Keçə də bilər, həyata keçməyə də bilər. Plan B-ni seçərək niyyətin enerjisi dağılır. Həqiqi niyyət necə işləyir? Niyyət budur. Yalnız bir variant. Alternativsiz, geri dönüşsüz. Yaxşı, onda belə siz. Tutalım, yəni ki, alternativsiz nə deməkdir? Variant B nə deməkdir ümumiyyətcə? Tutalım, mən deyirəm ki, əgər bu biznes alınmasa gedib işləyərəm. Belə etmək olmaz. Bəs necə etmək olar? Bəli, yalnız öz biznesim. Öz biznesimi alındıracağım, bu düzgün variantdır. Belə eləməklə sən plan A-la gedirsən, yəni beynində tutmursan ikinci, alınlar, alınmaz, plan B var, bu kimi şeyi nəzərdə tutmursan. Əgər ideal olmasa, əgər tapmasam, heç olmasa kiməsə gedərəm də, kimi variant olmamalıdır. Yalnız seçdiyim, istədiyim kimi insana ərə gedəcəm. Əgər sağalmayacağımsam, niçoda da neynəmək olar, dözərəm də bir təhər. Belə eləmək olmaz. Yalnız sağalma və nöqtə, sağalacam. Bax, sizə deyirəm, yəni burada sərt qayda olmalıdır. Yəni plan B yoxdur, son çarə yoxdur, alternativa yoxdur, reallığa güzəş yoxdur. Yalnız seçilmiş variant və başqa heç nə. Gəlin seçimi fiksasiya eləyək. Ayağa qalxın, çinlərinizi açın, belinizi düz saxlayın, beliniz düz olsun. Bədəninizin möhkəmliyini hiss edin. Ucadan deyil, mən, məsələn, 50 min, 100 min manat sahibi olmağı seçirəm. Necə olacağını bilmirəm, amma bunu seçirəm. Mən əziyyət çəkməkdən bezmişəm, qərar verdim və sona qədər gedirəm. Vacib məqam, sən necə olacağını bilməyə borclu deyilsən. Nətər olacaq, nə yolla olacaq, bu sənə aidiyyəti yoxdur. Sən seçməyə borclusan, yəni ancaq. Sən seçməyə borclusan. Necə tapılacaq? Yollar açılacaq, resurslar gələcək. Bunu kainat özü düz qoş eləyəcək. Resurslardan, yollardan, insan tərəfindən. O səni düşündürməməlidir. Arzu o zaman icra olunur ki, həyata keçir ki, sən ümid edirsən deyə yox. Sən arzulayırsan deyə yox. Geri dönüş yolu qoymadığın üçün. Plan B olduqca kainat işləməyə məcbur deyil. Yalnız plan A qalanda reallıq uyğunlaşmağa başlayır.